Hicrətin 40-cı ili mübarək Ramazan ayında hüzünlü bir gecədə İmam Əli Küfədəki evində ibadət və Quran oxumaqla məşğul idi. Daha sonra sübh namazını qılmaq üçün məscidə yollandı. Məscidə doğru gedərkən evdə olan qazlar onun ardınca gəldi. Səslər gəlir, ardınca isə ahu fəğan gələcək. Ölüm üçün belini möhkəm bağla, çünki ölümlə qarşılaşacaqsan. Qalx ey mürcəmin oğlu, get onun üstünə, fürsəti əldən buraxma. Hökm yalnız Allaha məxsusdur, sənə yox, ey Əli! And olsun Kəbənin Rəbbinə, qurtuldum. Südü götürün, əlini bizə qaytarın. Südü götürün, əlini bizə qaytarın.